Prezident İlham Əliyev Özbəkistanın rəsmi uzay agentliyinə müsahibəsində iki qardaş ölkə arasındakı müttəfiqlik əlaqələrinin iqtisadi miqyasını açıqlayıb. Dövlət başçısı müsahibəsi zamanı ticarət və investisiya sahəsində əldə olunan tarixi rekord artım rəqəmlərini diqqətə çatdırıb. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 3 dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu əla göstəricidir. Bundan əlavə 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artaraq 144 milyon dollara çatıb deyə İlham Əliyev bildirib. Prezidentin Özbəkistan mətbuatına verdiyi bu bəyanat Bakı və Daşkənd arasındakı 500 milyon dollarlıq birgə investisiya şirkətinin və Azərbaycanda fəaliyyət göstərən 130-dan çox özbək müəssisəsinin uğurlu tərəfdaşlığının əyani sübutudur.